Həcc ziyarətinə müvəffəq olanda Həcər Əsvədlə müəyyən rəftarımız olmalıdır. Həmən rəftar da bizim ən qədim fiqh kitablarımızdan biri olan Şeyx Mufidin Əl-Muqni'ə adında Şeyx Mufidin kitabı var. Bu çapla səhifə 400-də. Deməli, həmən bu səhifədə 3 məqama toxunacam ki, Həcər Əsvədlə bağlı olan məsələlərdə. Şeyx buyurur, Həcər Əsvədlə qarşı-qarşıya dayananda biz dua oxumalıyıq. Yəni, Həcər Əsvədə fəqət toxuncunla, öpkünlə, ziyarət eləyinlə uzaqlaş, yox. Əvvəl Bismillah, gərək şəxs nə etməlidir? Dua oxumalıdır. Dua belədir. Elhamdülillah əlləzi hədana lihədə və mə künnə linehtediye lawla en hedanallah. Subhanallah velhamdülillah ve la ilahe illallah vahdehu la şerike leh. Bu duanı Həcər Əsvədlə qarşılaşanda əlin qaldıraraq aldı. Sümmə yerfa' yedeyhi. Sümmə yednu minhu. Yaxınlaşır, deməli duanı oxudu. Yaxınlaşır və yuqabbiluhu, öpür. Əgər öpə bilməsə, fəlyəmsəhhu, əli ilə toxunsun. Biyədihi sümmə yuqabbiluhu. Sonra müvəffəq olsa, öpə bilər. Fə in ləm yəqdir alə zalik. Əgər Həcər Əsvədə yaxın düşə bilmir. Yəni, izdiham çoxdur. Şeyx buyurur, fə in ləm yəqdir alə zalik, əvmə iləyhi biyədihi. İşarə eləsin. Yəni, uzaqdan əlin belə barmağı ilə mi, əli ilə mi ziyarət mövzusunda, məsələn, bir nəfər birinə, digərinə salam vermək üçün uzaqdan, məsələn, əlin qaldırır. O da başa düşür ki, ona salam verdi. İndi orada da sən özün, gərək bir növ rəftarı özün tənzimləyəsən ki, əgər insanların çoxluğuna görə Həcər Əsvədə şəxs yaxınlaşa bilmirsə, əlin ziyarət kimi, toxunmaq kimi bir işarə halına gətirsin. Və bu işarəni etdikdən sonra ikinci bir dua var. Onu da oxumalıdır. Həmən duanı tez oxuyuram. Əmanəti əddeytuha və misaqi təəhhədtuhu liyəşhədə li indəkə bilmuvafat. Allahümmə imanən bikə və tasdiqən bi kitabikə və alə sünnət nəbiyyikə. Əşhədü ən la ilahə illallah vahdehu la şərikə ləh. Və əşhədü ənə Muhammədən abduhu və rasuluhu. Əməntu. Əməntu billahi və kəfərtu bil cibti və tağut və ləti vəl uzzə və ibadəti şeytan və ibadəti kulli niddin sivallah. Kulli niddin yud'a min dunillah. Allahümme ileyke basattu yedi ve fîmâ indeke azume rağbeti faqbel ihsani vagfirli varhamni. Allahümme inni a'udhu bike minel kufri vel faqri vel zulli ve mevâqifil khizyi fid dünya vel ahire. Deməli, Həcər Əsvədi görəndə birinci əli qaldırırsan, o birinci oxuduğum duanı oxuyursan, sonra öpürsən, toxunursan, əlvi sürtürsən Həcər Əsvədə. Bu mərasimdən sonra ikinci bu duanı oxuyursan. Deməli, digər bir məsələ. Və yəqulu kulləmə istəqbələl həcər. Hər dəfə Həcər Əsvədlə üzbəüz gələndə müsəlmanın vəzifəsi budur. Allahu Akbar, Əssəlamu aleykə, Əssəlamu alə Rəsulillah. Hər dəfə Həcər Əsvədi görəndə, həcc ziyarətində olan mömin deməlidir Allahu Akbar və Allah Rəsuluna salam olsun. Belə deyəcək. Allahu Akbar, Əssəlamu alə Rəsulillah. Və üçüncü, və yuqabbiluhu fi kulli şovtin. İmkan olduqda hər təvafda Həcər Əsvədi öpsün. فَاِنْ لَمْ يَقْدِرْ فَلْيَفْتَتِحْ بِهِ وَلْيَخْتَتِمْ بِهِ. Əgər hər dəfə Həcər Əsvədi öpə bilmirsə,
bir başlanğıcda öpsün, bir də sonda. Yəni birinci təvafda, bir də 7-ci təvafda öpsün. Fəin ləm yəqdir. Əgər bunu da bacarmasa, fəlyəmsəh biyədihi aleyhi və yuqabbiluha. Əlin sürtsün, Həcər Əsvədə və onu öpsün. Və in ləm yəqdir aləl dalikə fəlyüşir ilə. Əgər bunu da bacarmasa, işarə ilə kifayətlənsin. Bu, bir növ Həcər Əsvədin ziyarəti zamanı oxunan bəzi zikirlər və dualar idi. Hədaiq-i Nadirədə Şeyx Yusuf el-Bəhrani deməli, Sadis Əşər 16-cı cilddə səhifə 122 və 123-də buyurur, Abdullah ibn Sinan Fis sahih ən Əbi Abdullah Səhih-i sənəd hədisdə, məsələn, Şeyx Mufiddən biz fətva oxuduq. Amma fətvanın dəlili səhihdir ya səhih deyil. Şeyx Yusuf el-Bəhrani Hədaiq-i Nadirədə deyir ki, Abdullah ibn Sinan İmam Cəfər Sadiq əleyhissalamdan səhih-i sənəd hədisdə bu qeyd olanları bir-bir indi deyəcək. Qal, İmam buyurdu, Yəstəhib ən təqulə beynər rukni vəl-həcər. Rukunla daş arasında olanda müstəhəbdir ki, insan bu duanı desin. Allahümmə atina fid-dünya həsənə və fil-əxirəti həsənə və qina əzəbən nar. Adətən biz oxuyanda belə o, Rəbbənə atina fid-dünya həsənə və fil-əxirəti həsənə və qina əzəbən nar. Amma səhih-i sənəd duada daşın yaxınlığında olanda bunu oxumalısan. Allahümmə atina, Rəbbənanın yerinə nə deyəcək həcc ziyarətində olan? Allahümmə atina fid-dünya həsənə və fil-əxirəti həsənə və qina əzəbən nar. Hədisdə səhih-i sənəd. Şəxs bu duanı etdikdə Həcər Əsvədin yaxınlığında İmam buyurur, qalə ənnə mələkən yəqulu amin. Mələkələr ki, orada vardı, bu şəxsin duası üçün, duası olduqdan sonra, bu şəxs dua etdikdən sonra bir mələk deyər ki, amin. Deməli, əgər mələk bir şəxsin amin dedisə, Rəbbənə atina fid-dünya həsənə, bu dünyada bizə həsənə bəxş et və axirətdə bizə həsənə bəxş et və cəhənnəm odundan bizi qoru və mələk də desin amin, Allah da desin yox. Olar mı elə bir şey? Yox. Amma mələyi cəlb eləmək üçün dedi ki, o bayaqki şərtlər unudulmamalıdır. Bu bir zikir. Digər zikirdə deməli Əmr ibn Asim İmam Cəfər Sadiq əleyhissalamdan nəql eləyir. Kana Ali ibn Hüseyn İmam Zeynəl Abidin əleyhissalam İzə bələğəl həcər qəblə ən yəbluğəl mizab. Rəhmət navalçasına yetişməmiş. Qaradaşa yetişdikdə İmam Zeynəl Abidin əleyhissalam başın qaldırarmış səmaya. Sümmə yəqul, İmam Zeynəl Abidin bu zikri eləyərmiş. Allahümmə ədxilnil cənnətə bir rəhmətikə. İlahi, ya Rəbb, öz rəhmətinlə məni cənnətə daxil et. Və əcirni bi rəhmətikə minən nar. Öz rəhmətinlə məni cəhənnəm odundan qoru, xilas et. Və afini minəs-siqam. Xəstəliklərdən mənə şəfa ver. Və avsi' aleyyə minər-rizqil halal. Mənə ruzi ver, amma halalından ver. Çox ver, bol ver. Yəni insan özünə bol ruzu dua etməsi günah deyil, məkruh da deyil. Amma dua belə olmalıdır. Avsi' aleyyə minər-rizqil halal. Halal ruzunu bol elə. Halal ruzunu bol elə. Vadra anni şərrə fəsəqətəl cinni vəl-ins və şərrə fəsəqət əl-arabi vəl-əcəm. Deməli, idra bəmənə idfə. Uzaq etməndən cin və insanların fasiqlərinin şərrini, yəni cin və insanların xeyirlisi məndən uzaq düşməsin, yaxın olsun mənə. Amma fasiqlərsə uzaq olsun, fasiqlər öz şərri ilə
məndən uzaq olsun. Və həmçinin ərəb və əcəmin fasiqi də məndən uzaq olsun. İbn Uzeynə səhih-i sənəd hədisdə digər bir dua nəql eləyir. Buyurur ki, İmam Cəfər Sadiq əleyhissalam eşitdim ki, belə bir söz deyirdi. Həcər Əsvədin yanından keçəndə. Ya zəl mənni və tavl vəl-cud vəl-kərəm İnnə əməli daif fədaifhu li və təqəbbəlhu minni innəkə əntəs-səmi'ül əlim. Allahın ehtiyatsız sifətlərinə and içir. Allahın səxavətinə, kəraminə bir növ imam müraciət eləyir. Allahı səxavət, kərəm, cud sifətləri ilə çağırır. Buyurur ki, mənim əməlim daif. Daif yəni azdır. Möhkəm deyil. Fədaif li mənim üçün əməlimi çox hezan. Yəni mən az eləmişəm. Onu sən nə qəbul elə yinə? Çox qəbul elə. Və təqəbbəlhu məndən bu azı neynə yinə? Qəbul elə. Çünki sən eşidən və bilənsən. Deməli, Həcər Əsvədi yanından ötüb keçmək bu hədislərə əsasən çoxlu fəzilətin, çoxlu savabın əldən verilməsi hesab olunur. Bu zikirləri şəxs etdikdə o vədə verilən mükafatları əldə eləyəcək.